Mənim bir sözüm var, ağlım kəsəndən düz olanı demişəm. Həmişə düz olanlar doğru olanları söyləyir, ona görə sizə minnətdaram. Xanım redaktor. Çox sağ olun. Zöhrə xanım telefon xəttindədir, ilk tamaşaçımız eşidir. Buyurun Zöhrə xanım, eşidirik Zöhrə. Alo. Bəli. Salam, axşamınız xeyir. Axşamınız xeyir olsun Zöhrə xanım. Mənim bir sualım vardı. 4-5 saatlıq səfərə çıxdıqda oruç tutmaq olarmı? Nə var? Nə vaxt? 4-5 saatlıq səfərə çıxdıqda oruç tutmaq olarmı? Təşəkkür edirəm Zöhrə xanım, Allah razı olsun. 4-5 saatlıq, mən belə başa düşdüm, səfərdən söhbət gedir. Burada qaydalar deməli belədir. İnsan sübh vaxtı səfərə çıxırsa, günorta azanına qədər vətəninə qayıdırsa, o zaman həmin günün orucunu tuta bilər. Günorta azanına qədər və yaxud da günorta azandan sonra çıxırsa, gedirsə, o günün də orucunu tutmalıdır sona qədər. Amma bir insan günorta azanından əvvəl çıxır, günorta azandan sonra getdiyi yerə, səfər etdiyi yerə çatırsa, orada onun orucu batil olur, pozulur. Yəni, məqsəd ya günorta azanına qədər gedib qayıtmaqdır vətənə. Məsələn, ola bilər biz səfərə gedək, tutaq ki, hansısa bir yaxın rayona 1 saat... Amma zərurət yaranar, orada ləngiyə bilər. Məsələn, Hacı Qabula gedək, səhər saat 6-da çıxaq, məsələn, günorta 11-də gələk çataq, məsələn. O, zöhr azanına qədər çatdığımız üçün həmin gün orucunu tuturuq, o gün orucunu. Amma günorta azandan sonra da çıxsaq, Bakıdan günorta azandan sonra çıxıb, hansısa rayona getsək, həmin günün orucunu tuturuq. Amma məsələn, 12-də çıxdıq, 3-də qayıtdıq. Günorta azandan əvvəl çıxıb, sonra qayıtsaq orucumuz var. Allah razı olsun, mükəmməl bir cavab. Rəbbim hər bir kəsin bizi radioda da dinləyirlər. Bilirəm, sükan arxasında çoxlu sayda sürücülərimiz bizi dinləyirlər. Allah Teala yolda olan hər bir şəxsi, hər cür qəza və bəlalərdən, müsibətlərdən mühafizə etsin. Xanım redaktor. Çox sağ olun. Aytən Məmmədova adlı tamaşaçımız soruşur ki, oruc ibadətinin tarixi barədə nə deyə bilərsiniz? Təşəkkür edirəm Aytən adlı izləyicimizə. Buyurun. Oruc ibadətinin tarixi çox qədimdir. Bütün dinlər oruc ibadəti bütün dinlərdə olub, bu və ya digər şəkildə. Və Quranın buyurduğuna əsasən iman gətirənlər, oruc sizdən öncəkilərə vacib edildiyi kimi sizə də yəni vacib buyurulur. Deməli, bizdən öncəki ümmətlər də oruc tutublar. Hədislərə biz müraciət etsək, görərik ki, hətta Həzrəti Adəm, ilk insan və ilk peyğəmbər olan Həzrəti Adəm cənnətdən çıxarıldıqdan sonra dünyada məskunlaşanda bağışlanmaq istəyəndə Allahdan oruc tutub. Və Həzrəti Nuhun haqqında var, Həzrəti Davud peyğəmbərdir. Yəni, orucun tarixi belə demək mümkünsə, insanlığın tarixi qədər. Yəni, insanlığın tarixi qədər oruc ibadətində tarixi var. Çünki çox doğru söylədiniz. Müqəddəs İslamın kitabı olan Quran-ı Kərimdə, Bəqərə surəsində Allah Teala buyurur ki, sizdən öncəkilərə də vacib buyuruldu. Demək ki, bu İslam tarixindən də öncə canımız qüdrəti əlində olan Rəbbimiz digər əsrlərdə də bunu vacib buyurmuşdur. Ona görə də orucun daha mükəmməl olması və insan mənafi üçün xidmətin ən alisi bir dəyəri olduğunu buradan isbatını görmüş olduq. Təşəkkür edirəm. Xanım redaktor. Çox sağ olun. Aynurə xanım yazır ki, bir nəfər tanıyıram, çox böyük günah işlədi və öz səhvini başa düşüb. Bu Ramazan ayında günahının bağışlanmasını istəyir. Onun bu istəyinin zamanı düzmü seçilib? Maraqlı bir sualdır bu da. Buyurun. Tövbə edən insanlar üçün bir daha bu ayəni xatırlatmaq istəyirəm. Tövbə ayələri bir neçədir Quranda və ümumiyyətlə tövbəyə çağırış, bağışlanmağa çağırış çoxdur. İnsanlar Allahın dəvətinə cavab versələr, Allah onları bağışlayır. Bu ayəni bu verilişdə mən şəxsən səsləndirmişəm indiyəcən. Buyurun. İcazənizlə. Estağfurullah, buyurun. Ya ibadiyyəllezine əsrəfu alə ənfusihim. Ey günahla öz nəfsini israf edən, yəni nəfsinə zülm edən, özünə zülm edən bəndələrim. Bu ayənin ilk hissəsidir ki, artıq buradan görünür ki, Allah necə qayğı ilə yanaşır günahkarlara, mərhəmətlə. Çünki onlara bəndələrim deyə müraciət edir, yəni mənim bəndələrim. Əziz tutur hətta. Bəli, bu atanın övladına oğlum deyə müraciət eləməsi kimi. Dalıca buyurulur ki, arxasınca buyurulur, Lə təqnətu min rəhmətillah. Allahın rəhmətindən ümidsiz olmayın. Və sonra ayə tamamlanır bu cümlə ilə İnnəlləhə yəğfiruz zunubə cəmiən. Allah bütün günahları bağışlayır, bütün günahları. Deməli, günah nə qədər böyük olarsa, günah nə qədər çox olarsa, çünki ayədə buyurur ki İnnəlləhə yəğfiruz zunubə cəmiən, yəni bütün günahları bütünlüklə bağışlayır. Deməli, istisnasız olaraq bütün günahlar bağışlanar. Bir şərtlə ki, insan ürəklə tövbə etsin,
etiraf etsin və qərarlaşsın ki, bir daha o günahı təkrar etməyəcək. Peşmançılıq hissi ilə. Və insanların haqqı varsa boynunda, təbii ki, insanların haqqını qaytarsın. Bir insan kiminsə malını qarət edib, oğurluq edibsə, tövbə etdiyi zaman o malı, qarət etdiyi sərvəti qaytarmalıdır sahibinə. İndi birbaşa qaytara bilmirsə, dolayı yollarla, hansısa vasitələrlə qaytarmalıdır. Amma bağışlanmaq fürsəti var və tamaşaçımız bunu da soruşur ki, fürsəti münasibmi seçib? Əvvəla bunu deyim ki, bağışlanmaq tövbə üçün xüsusi bir zaman yoxdur. Hər bir anda, günün istənilən vaxtı biz tövbə edə bilərik. Elə bir saat yoxdur ki, bizim üçün Allah dərgahı bağlı olsun bizim üzümüzə. Amma bəzi xüsusi zamanlar var ki, insan Allahın rəhmətinə yaxın olur. Həftə günlər arasında cümə günü, axşamlar arasında cümə gecəsi, yəni cümə 4-cü gündən cüməyə keçən gecə. O gecə çox belə deyək, fəzilətli gecədir və illər ərzində, aylar ərzində mübarək Ramazan ayı və Qədr gecəsi xüsusilə bağışlanmaq üçün bir fürsətdir. Çünki bu ay həm də məğfirət ayıdır, bağışlanma ayıdır. Ona görə də heç bir günahkar Allahdan ümidsiz olmasın. Ən böyük günah edən insan əgər desə ki, mənə Allah bağışlamaz, onun bu sözünün günahı elədiyi günahlardan daha ağırdır. Elədir. Allahın həm də dəyərli Şamam, çox gözəl və yenə də mükəmməl bir cavab verdiniz. Allahın rəhmət, mərhəmət, bağışlanmaq xəzinəsi o qədər sonsuzdur ki, məncə bu sonsuz rəhmət xəzinəsindən qismətini almamaq qulun öz günahıdır. Əlbəttə. Yetər ki, qul ilahi təslimiyyəti ilə işlətdiyi günahlara tövbə edərək, məni əff et, ya Rəbbim, qapındayım desin. Əlbəttə. O qapılar ona taybətay açılar. Təşəkkür edirəm. Xanım redaktor. Çox sağ olun. Bir tamaşaçımız soruşur ki, səhər yeməyindən sonra, mən xəstəyəm, səhər yeməyindən sonra dərmanımı atıb orucumu tuta bilərəmmi? Allah şəfa versin. Rəbbim bütün xəstələrə tezliklə bu Ramazanda edilən dualar hörmətinə yoxdan var edən gücü ilə şəfa versin. Buyurun. Əgər insan xəstədirsə və dərmanı hökmən qəbul etməlidir, həkimlərlə məsləhətləşir, təxirə sala bilməz. Məsələn, biri var ki, yüngül xəstəlikdir, onu amma doğrudan da müalicə olmalıdır və ciddi xəstəlik varsa, o zaman dərman qəbul etməlidirsə, həkimlə məsləhətləşsin. Əgər iftardan sonra və imsakdan əvvəl, yəni azandan, səhər azandan əvvəl qəbul etmək mümkündürsə, o zaman orucunu tutur və dərmanı da qəbul edir. Amma hökmən sübh azandan sonra qəbul etməlidirsə dərmanı, yaxud da axşam azandan əvvəl hökmən belə qəbul etməlidirsə, o zaman onun orucu batil olur və tutmaması lazımdır və orucu da batil olur. Sağaldıqdan sonra nə zaman imkan olsa qəzası. Allah sizdən razı olsun. Siz də dünən dəyərli ekspertimiz Aslan Həbibov da canlı yayımda qonağımız idi. O da söylədi, siz də söylədiniz. Allah Teala Quran-ı Kərimdə buyurur ki, xəstə olanlar oruçlarını tutmasınlar. İlahi sevdalıqdan mən anlayıram. İnsanlar cəhd edirlər. Amma həkimləri də məsləhət bilmirsə və ondan da öncə bizi yaradan, yaradılmışların mənafeyinə uyğun olaraq bu hökmü veribsə, məncə burada da israr etməyə, cana qəsd etməyə dəyməz. Əslində, bəli, Allah sevgisi onun sözünü dinləməklə ifadə olunur. Allah sevgisi nə namazla, nə orucla, nə digər ibadətlə yox, Allahın əmrinə itaət etməklə. Bəli, biz namaz ona görə qılırıq ki, Allahın əmridir, oruc ona görə tuturuq. Ona görə bu əməllər dəyərlidir ki, Allahın əmrinə itaət edib bunu icra edirik. Bir yerdə ki, Allah deyir, orucunu poz, mən deyirəm, mən səni sevirəm, sözüvə baxmıram, mən rəhim istəyir oruç tutmaq. Bu əslində sevgi olmadı. Bu ona bənzəyir. Bəli, bu ona bənzəyir. Bu əslində Allaha qarşı sevgi olmadı. Düz insanlar onu bu niyyətlə etməsə də, amma nəticədə belə olur ki, Allahın sözünə qarşı sayğısızlıq olur. Ona görə də oruç tutanlar oruc tut əmri ilə oruç tuturlar. Pozanlar da orucu poz əmri ilə orucu pozmalıdır. Təşəkkür edirəm. Allah razı olsun. Yenə mükəmməl bir cavab. Xanım redaktor. Çox sağ olun. Malik adlı tamaşaçımız telefon xəttindədir. Eşidək sual. Buyurun, eşidirik Malik qardaşımızı. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Salamlayıram. Hazırda salamlayıram. Bir sual sual vermək istəyirdim. İftar süfrəsində oruc olmayan adamın oturması düzgün sayılır yoxsa yox? Təşəkkür edirəm. İnanın, dünən də biz iftarda olduqda bu çoxlu sayda bu suallar orada hətta müzakirə obyektinə çevrildi. Hər kəsə dersəydim yerinə düşdü. Mən orada cavab vermişdim. Siz də burada milyonlara cavab verin. İftar süfrəsində orucu olmayan insanın oturmasında bir günah, bir əngəl yoxdur. Əngəl yoxdur. İnsanlar ümumiyyətlə bu mərasimlərə, bu iftar süfrələrinə qatılarsa, bu məclislərdə iştirak edərlərsə, bunların ürəklərinə o Ramazan ayının nurunun daxil olmasına oyanış baş verir. Oyanış. Ona görə də biz deyəmək, bir adam oruc
tutmayıbsa nə işi var iftar süfrəsində? Əlbəttə ki, iftar ilk növbədə oruç tutanlar üçün verilir, iftar açmaq İlahi ziyafətdir. Eyni zamanda da oruç tutanların yanında oruç tutmayan insanlar da süfrədə oturub iştirak edərsə, yəni iftar süfrəsindən faydalanarsa, bunda da, yəni bunu dinimiz qadağan eləmir və biz onu qadağan edə bilmərik. Allah razı olsun. Mən biraz irəli gedib söyləmək istəyirəm ki, əgər şan şöhrətpərəstlik üçün ayıbdır, çağıraq filan kəsi düşüncəsi ilə deyil. Həqiqətən də İslamı təşviq üçün, mənəvi dəyərlərlə silahlanmaq üçün və həmin insanın da növbəti Ramazanlarda imana silah kimi sarılmış dərəcəyə çatması üçün məncə dəvət olunacaqsa, burada çəkinməyə dəyməz. Allah razı olsun. Xanım redaktor. Çox sağ olun. Ümid Aslanova adlı tamaşaçımız soruşur ki, hərbi xidmətdə oruç tutmaq olarmı? Təşəkkür edirik. Biz Azərbaycan Respublikasının hər bir hərbiçilərinin tam cəsarətlə vətənin, dövlətin varlığı üçün mücadilədə olduğuna görə onlara dua edirik. Məncə orada onlar öz hərbi hissədə öz komandirlərinin əmrlərinə tabi olması vacib, başlıca bir şərtdir və ilahi hökmlərlə də mən düşünürəm ki, uyğundur. Çünki onlar vətənin, dövlətin, bayrağın varlığı uğrunda hər bir an canlarını fəda etmiş şəraitdədirlər. Ona görə də mən düşünürəm ki, onlar öz rəhbərlərinin əmrlərinə tabi olması başlıca şərtdir, vacibdir. Hacı, buyurun, sözünüz var mı? Orucla bağlı, yəni belə deyək, bəzən insan müəyyən bir şəraitdə, əgər oruç tutmaq, bu yeni nəzərlərdir. Yəni belə deyək, ictihad vasitəsilə müasir dövrə aid olan nəzərlər. Məsələn, həddindən artıq taqətdən düşmüş bir vəziyyətdədirsə, işlə bağlı, məsələn, təkcə bunu hərbi hissələrə aid etmək olmaz. Tutaq ki, ağır işdə yol çəkir kimsə. Elə bir şəraitdə heç cür qala bilmirsə, o insanlar üzürlü hesab olunur, əgər taqətdən düşürsə. Yəni, bu prinsipi ilə tamaşaçılarımız hər yerə aid edə bilərlər. Təşəkkür edirəm. Mükəmməl bir cavab. Allah ordumuzu qorusun. Amin. Xanım redaktor. Xuraman Dostuyev adlı tamaşaçımız soruşur ki, Ramazan ayının ən fəzilətli əməli hansıdır? Təşəkkür edirəm. Ən fəzilətli əməli. Çox yaxşı bir sualdır. Maraqlı sualdır. Maraqlı sualdır. Ən fəzilətli əməli Peyğəmbərimizin dili ilə desək, nəyisə etmək yox, nələrisə etməməkdir. Yəni, deyək, Ramazan ayında nə etməliyik? Peyğəmbər cavab verir ki, Allahın haramlarından çəkinmək. Yəni, nələrisə edə bilərdim, etmədim. Yəni, günahlardan çəkinmək, Allahın haramlarından çəkinmək ən üstün əməldir. Bilirsiniz, təqvanın xüsusiyyəti bundan ibarətdir. Biz bəzən çox vaxt əməli çox etməyə fikir veririk. Filan əməl edin, filan əməl edin, filan əməl edin. Amma bu, bəzən yırtıq çantaya, belə deyək, hansısa pul yığmağa bənzəyir. Biz bu yandan pulu atırıq, bu yandan da yırtıqdan tökülür. Əgər az əməl edəriksə, amma təqva ilə əməl edəriksə, günahdan çəkinməklə edəriksə, bu bizim üçün böyük bir sərmayeyə çevirilər. Çünki bizim üçün toplanar qalar. Amma biz çox əməl edəriksə, bu yandan da günahlarla əməllərimizi belə deyək, aradan apararıqsa, o zaman əməllərimizdən, savablarımızdan heç nə qalmaz. Ramazan ayında diqqət etməli olduğumuz məqam, vacib ibadətlər heç öz yerindədir, namazlarımız, gündəlik ibadətlərimiz. Amma müstəhəb dualar, ibadətlər, bunlar da gözəldir. Amma bunlardan daha çox biz günahdan çəkinməyə diqqət etməliyik. Az əməl edək, amma günahdan çəkinməklə edək. Az əməl edək, amma kimlərinsə qəlbini sındırmayaq, kimlərinsə qeybətini etməyək, yalan danışmayaq, gözümüzə nəzarət edək, dilimizə nəzarət edək, getdiyimiz yerlərə nəzarət edək, insanlara bəzən böhtan atırıq, qəlb sındırırıq. Bunlardan uzaqlaşaq, günahlardan uzaqlaşaq, o zaman etdiyimiz az əməlin də dəyəri çox olacaq. Amma çoxlu dualar oxuyaq, bu yandan da dua oxuduğumuz dillə kiminsə qeybətini edək, kiminsə təhqir edək, bundansa, belə deyək, o duaları oxumayıb sakit otursaydıq ondan yaxşı. Mən, Allah razı olsun, yenə çox mükəmməl danışdınız. Mən dəfələrlə dostlara deyirəm, siz xütbələrdə deyirsiniz, auditoriyanız maşallah Allah bərəkətləndirsin, böyükdür. Mən deyirəm, istər Ramazan, istər digər vaxtlar. Əgər qeybət edəcəksənsə, yalan danışacaqsansa, zina edəcəksənsə, qul haqqına girəcəksənsə, riyakarlıq edəcəksənsə, bütünlüklə, yəni sadalayıram, efir vaxtını zəbt etmək istəmirəm və bunların ardınca da gecəni səhərə qədər oyaq qalıb, ya Rəbbim, məni bağışla deyib, səhərdən yenə də bu bəd əməllərini israrla davam etdirəcəksənsə, Allahın rəhməti deyil,
Allahın lənətinin üzərinə gələcəyinin fərqində olmalısan. Düz yanaşmadır, yoxsa? Bəli, insan özünü məsxərə etməsi, özünü ələ salmasıdır bu. Dildə tövbə edib, ilahi məni bağışla, səhərdən eyni şeyi təkrar etmək davamlı şəkildə və bəzən olur insan istəmir, qərar verir ki, bu günah etməyəcək, amma təzdən günaha düşür, bu da var. Amma bəzi insanlar var, sadəcə dili adət edib istiğfar, əstəğfurullah deməyə. Bu insanlar təbii ki, əməldən daha çox, belə deyək, savablardan daha çox günahlardan çəkinməyə fikir verməlidir. Və mübarək Ramazan ayında da sual son olaraq bir daha deyim, yəni ən fəzilətli əməl. Bu sualı Həzrəti Əli əleyhissalam Həzrəti Peyğəmbər sallavatullahdan soruşdu Şəbaniyə xütbəsinin sonunda. Mə əfzəlül əmal fi hazə şəhər. Bu ayın ən üstün əməli hansıdır? Peyğəmbər buyurdu, əl-vərə ən məharimillah. Allahın haramlarından çəkinmək. Təşəkkür edirəm. Mükəmməl bir cavab. Bir cümlədə söyləyeyim ki, bəlkə də həmin insanlar axirətə gedəndə yükləri çox olmasın deyə savab etmirlər. Allah kömək olsun. Rəbbim elm və təhsil uğrunda nə qədər mücadilə verən övladlarımız var. Allah onları elmi zehniyyətlə, sağlam canla müjdələsin. Buyurun Azşah müəllim. Yəni hazırlaşdırma gün tutmayıb. Hər bir halda oruc tutmamakta üzürlü sayılmır. Yəni bir insan universitetə hazırlaşırsa orucunu tutar. Ümumiyyətlə aclıq zehnin açılmasına xidmət edir çox zaman. Amma heç bir cür dözülməz olursa, yenə deyirəm, əgər bir insan, bizim hökmlərimizdə var, şəriət hökmlərində ki, bir insan yəni taqətdən düşürsə, artıq dayana bilmirsə, o halda orucunu poza bilər. Amma sırf kitab oxumaq, hazırlaşmaq öz-özlüyündə üzürlü səbəb sayılmır və əgər pozmaq da istəsə, şəhərdən kənarlaşıb, bir qədər uzaqlaşıb orucunu pozmaq, onun da xüsusi qaydaları var. Amma belə normal tuta bilirsə, mən inandırım ki, yəni oruc tutan zaman insanın zehni daha da aydınlaşır. Ümumiyyətlə, tox qarınla idrak etmək, düşünmək biraz çətinləşir, mənimsəmək çətinləşir. Ona görə də yəni oruc mən düşünmərəm ki, elmə, yələməyə mane olur. Ümumiyyətlə, İslam dini elmə, siz xüsusi vurğulayırsınız şagirdlərlə bağlı. Doğrudan da biz də bunu xütbələrdə deyirik ki, ümumiyyətlə, elmdən çəkindirən hər hansı bir şeyi din qəbul etmir. Yəni, İslamda elə bir hökm tapıla bilməz ki, insanın elmə yələnməsinə qarşı olsun, mane olsun. İslamın gəlişinin məqsədi insanları cahillik zülmətindən elm nuruna, elm aydınlığına doğru dəvət etməkdir. Hidayət elmlə hasil olur. Ona görə də elmli gənclərimizin elmə rəğbətli olması, savad əldə etməyə bu qədər şövq ilə çalışması çox təqdirə layiq aldı və bu Allahın yanında da bəyənilən əməl. Amma eyni zamanda bunu nəzərə alaq ki, bunlar biri digərinə mane olmur. Dinimizdə bir məna olaraq tam məsuliyyətlə deyirəm. İnsanın elmlənməsinə, savad sahibi olmasına mane olan bircə hökm belə tapmaq mümkündür. Təşəkkür edirəm. Allah razı olsun. Çox doğru söylədiniz. Dünən biz bizim aparıcı redaktorumuz Rasim müəllimlə söhbət edirdik ki, yolda getdikdə. O sizinlə bağlı gözəl bir fikir də dedi. Hacı Şahin müəllimin həm elmi, həm mənəvi, həm dini, həm dövlət bunların vəhdətində mücadiləsinin aparılması elə cəhalətdən, xurafatdan çoxluğun xilası deməkdir. Mən dəfələrlə, çox sağ olun, amma mən dəfələrlə demişəm ki, əgər elm, təhsil olmayacaqsa, orada cəhalət və xurafat olacaq. Cəhalət və xurafat olan yerdə dırnaqarası deyək, dinçilər meydana gələcək və gerçək, siz söylədiyiniz kimi, İslamın gətirdiyi qaydalar, Allahın Quran-ı Kərimdə buyurduğu bütün insan mənafiyinə hesablanmış hökmlər onların əqli şuuru ilə yayılmaya başlayacaq. Ona görə də elmin və təhsilin var olması əlbəttə ki, zəruridir. Amma mənim çoxlu sayda olmasa da tanıdığım Azərbaycan gəncləri var ki, dünyanın ən aparıcı universitetlərində, istər Oxfordda, Harvardda oxuya-oxuya oruc ibadətlərini də çox mükəmməl bir şəkildə həyata keçirə bilirlər. Təşəkkür edirəm. Xanım redaktor. Çox sağ olun. Fərhad adlı tamaşaçımız yazır. Biz ailəlikcə oruç tuturuq, amma hərdən elə olur ki, mən iftara 5-10 dəqiqə gecikirəm. Evdəkilər məni gözləyirlər ki, iftarı bir yerdə açaq. Sizcə bu doğrudurmu? Allah qəbul etsin. Rəbbim nə qədər Ramazanda fəzilətinə inanaraq, savabını canımız qüdrəti əlində olan Cənab-ı Haqdan umaraq oruç tutanlar var. Allah onların hər birinin oruç və namazlarını qəbul etsin. Və bunu da bu arada deməliyik ki, oruç tutmayıb. Bu ayda
bu aya, bu Quran-ı Kərimin nazil olduğu aya hörmət edən və oruç tutanlara sayğı və ehtiram göstərənlər var. Allah onlara da kömək olsun. Rəbbim özü onların himayətçisi olsun. Buyurun. Bir ailə iftar süfrəsində bir yerdə toplaşması çox bəyənilən bir haldır. Gözəl bir mənzərə. Ümumiyyətlə, iftarlarda insanların bir araya gəlməsi çox bəyənilən haldır. Və 5-10 dəqiqədə iftarı gecikdirməyin heç bir evi yoxdur. Ümumiyyətlə, iftarın gec açılması günah deyil və oruca da bir problem yaratmır. Yəni, oruc batil olmur, iftarı gec açanda və günahı da yoxdur. Amma daha yaxşı olar ki, azan vaxtında, yəni namaz qılınacaqsa, namazdan sonra qılınmayacaqsa, elə iftar vaxtı azan veriləndə bircə iftar açılsın. Amma indi bir üzürlü səbəbdən ailənin bir üzvü gecikirsə və ailə də onu gözləyirsə, bu daha yaxşıdır. 5-10 dəqiqədə gec açsalar heç bir qəbul. Allah sizdən razı olsun. Oruc müsəlman xalqlarının bir mədəniyyət formasına çevrilib. Və o ailədəki o kiçik, o dağılmaz bir qalanın transferi bir məmləkətə yayılır. Nə qədər gözəldir ki, sahurda, sübhün erkən çağında şeytanlar yatmışkən əl açıb Rəbbinin dərgahına ailə rəisi və yaxud ailədəki ana, nənə, baba fərq etməz və yaxud bir balaca körpə Allahım, sənin qapına gəldik, bizi bağışla, bizi əfv et, bizi sevdiyin, ruzi verdiyin kəslərin arasına qərar al. Allahım, məmləkətimi, dövlətimi, Quranımla yanaşı olan bu bayrağımı, ya Rəbbim, diri saxla. Bayrağımı Xan kəndində dalğalanmasını lütf elə. Biz bilmirik hansı evdən ərşə ucalan löf-ü məhfuzda bəli, qəbuldur deyiləcək, dua keçəcək. Ona görə də məncə ailə bütünlüyü ilə Ramazanda, bu fürsət ayında duaların edilməsini dəyərləndirməliyik, çoxaltmalıyıq. Doğrudurmu? Duaların qəbul olduğu anlardan biri də iftar zamanıdır. Ailə bir araya gələrsə, iftardan öncə ailə başçısı dua edərsə, ya ailə başçısı, ya ailədə istənilən bir şəxs, hətta uşaq da dua elə bilər. Biz bəzən növbə ilə edirik. Bəli, növbə ilə. Bəzən məsum bir körpənin duasını Allah daha tez qəbul edər. Ümumiyyətlə, dövlətimizlə bağlı dediniz, Respublika gününün ərəfəsindəyik və burada masanın üstündə həm Quran-ı Kərim, həm müqəddəs bayrağımız var və doğrudan da dövlətçilik, dövlət müstəqillik bir xalqa Allahın verdiyi nemətlərdən biridir və onu qorumaq, vətənin bütövlüyünü qorumaq, vətən uğrunda şəhid olmaq bu inanclı insanların ən başlıca arzusu və amalıdır. Əlbəttə biz ölmək arzusunda deyilik, mənasız ölüm arzusunda deyilik. Biz torpaqlarımızı azad etmək arzusundayıq və bu yolda biz öldürülər isə şərəfli şəhidlik rütbəsinə ucalarıq. Yəni bu bayraq şəhid qanı ilə suvarılır və bugün biz azad dövlətdə yaşayırıqsa Allaha şükr edirik. Yəni müstəqil Azərbaycan dövlətinin vətəndaşıyıqsa Allaha şükr edirik və qarşıdan gələn Respublika günü münasibəti ilə bütün tamaşaçılarımızı yeri gəlmişkən təbrik etmək istədim. Allah razı olsun. Və elə bu günlərdə də vətənimiz üçün, xalqımız üçün dualarımızı da əsirgəməyək. Çünki deyiblər ki, digərlərini duada özündən öndə salan insanın özü barədə də duaları daha tez qəbul olur. Allah razı olsun. Mən heç vaxt öncə özümə dua etmədim. Allah şahiddir. Bu Əhl-i Beytə xas bir xüsusiyyət. Allah razı olsun. Xanım redaktor. Çox sağ olun. Tamaşaçımız yazır ki, Allah orucunuzu qəbul eləsin. Amin. Namaz 20:30-dadır, iftar isə 20:40-dadır. Yəni azandan sonra namaz qılmalıyam. Sabir Hüseynin soruşur. Allah razı olsun. Yəqin ki, o bölgələrlə bağlı ola bilər. Buyurun. Əslində azan verildisə, axşam azanı artıq iftar açmaq olar. Çünki qrafikdə Ruhanlar İdarəsinin o bölgələrdə fərq var. Bölgələrdə bəli ola bilər. Bakı ilə rayonlar arasında fərq olsun. Amma hər bir şəhərin, bölgənin öz qrafikinə uyğun, yəni cədvəli varsa, orada azan saatları göstərilib. Azan saatında artıq iftar açmaq olar. Kimsə 5-10 dəqiqə ehtiyat edirsə, bu onun öz şəxsi işidir. Amma məscidlərdə azan bu vahid cədvəl əsasında verilməlidir ki, yəni bütün məscidlərdə eyni zamanda azan verilsin. Amma bir adam indi istəyirsə 5 dəqiqədə gec, insanlar var namaz qılır, sonra iftar açır. Bu artıq öz şəxsi seçimidir. Amma axşam azanının birinci Allah Əkbəri verildisə, azan daxil oldusa artıq iftar açmaq olur. Allah razı olsun. Dünən biz dəyərli Aslan müəllimə də bu məsələni müzakirə elədik ki, Ruhanlar İdarəsinin istər elmi nəzəri, yəni praktik olaraq, istər də şəri baxımdan
tərtib etdiyi cədvəl var. Yəni o cədvəllə hər bir kəs rahat bir şəkildə, orada əzan saatları var. Amma bəzən biz iftarlarda görürük ki, biriləri qəsdənmi, planlımı şəkildə iftarı açırıq, bir məclisdə idik ki, 50 nəfərdən artıq insan vardı, bir neçə nəfər gözlədi. Biz niyə gözlədiyini dedik, fiqhi baxımdan öz fikrini dedi. Bizdə normaldır, hər kəs özünə cavabdehdir. Amma Azərbaycanda əsrlərdir davam edən birlik və bərabərliyimizin, vəhdətin, tolerantlığın qorunması elə Ramazandan da çox asılıdır. Mən düşünürəm ki, Ramazanda, düzdür bu məsələyə məscidlərdə Dini Qurumsal Dövlət Komitəsinin yerli bölgə rəhbərliyi nəzarət edir. Bu çox gözəldir tolerantlığın mühafizəsi üçün. Amma bəzən məclislərdə, evlərdə, toplumun 30-40 nəfər olduğu bir yerdə biz rast gəlirik. Mən düşünürəm ki, vəhdətimiz üçün, bütün görüşlərin birlik və bərabərliyinin mühafizəsi üçün belə şeylərin olmaması təqdir olunasıdır. Bununla bağlı fikirlərinizi Qafqaz Müsəlmanlar İdarəsinin tərtib etdiyi cədvəllər, azan vaxtları var və birbaşa o komissiyanın içində 1-2-3 ildə artıq... Bilirəm, ona görə dedim, sizin fikirləriniz mənim üçün əsasdır, izləyicilərimiz üçün əsasdır. Və Şamaxı Rəsədxanasının və Qafqaz Müsəlmanlar İdarəsinin mütəxəssisləri birgə hazırlayır onu və bir daha deyirəm ki, bu cədvəllərə tam məsuliyyətlə insanlar əməl edə bilər. Özü də ortaq bir məxrəcə gəlinib və hamı üçün ortaq olan azan saatları. Bütün görüşlər üçün. Bəli, bütün görüşlərə ortaq olan və Azərbaycanın bütün özəllikləri nəzərə alınıb. Əlbəttə ki, məscidlərdə nəzarət olunur. Həm Dini Qurumlarla İştirak Dövlət Komitəsində Qafqaz Müsəlmanlar İdarəsi müraciət edib ki, bu cədvəllərin yayılmasını təmin etsin, ondan sonra bu məsələlərə yardımcı olsun. Eyni zamanda da bu iki qurum bu məsələləri tənzim edir. Hər bir halda İki qurum özü ilə vəhdət şəklində fəaliyyət göstərir. Bəli, hər bir halda... Bu özü gözəldir, alqışlanmasıdır. Əlbəttə ki, yəni hər bir halda biz çalışmalıyıq ki, o vahid cədvəllərlə birgə məscidlər eyni vaxt azalmıyor. Amma fərdi qaydada biz təbii ki, insanları nəyəsə məcbur edə bilmərik. Öz işlə, amma sizin qeyd etdiyiniz kimi bir seyid tövsiyəsidir bu. Allah razı olsun. Bizim sevgili bir vətənimiz var. Bir vətənimiz var, hamı bir yerdə. Nə qədər birliyə yönəlik addımlar çox olarsa, o qədər yaxşıdır. Düzdür, görüşlər arasında fərqlər var. Biz fərqləri zorla eyniləşdirə bilmərik. Hər bir adam öz fərqli düşüncəsi ola bilər, fərqli ibadəti ola bilər. Bu fərqliliklərin içində birliyi qorumaq gözəldir. Amma bəzi hallarda var ki, ortaq məxrəcə gəlmək olur, yəni birlək. O zaman o ortaq məxrəcdən çıxış etmək. Amma bəzi məqamlar var ki, ibadətdə, duada müəyyən fərqlər var və mən həmişə demişəm, bu faciə deyil. Bunu şişirtmək də lazım deyil. İnsan varsa, onun hər bir şeyə fərqli yanaşması var. Buna normal yanaşmaq lazımdır. Bu, müsəlmanları qardaşlıqdan çıxarmır. Əlin harasa qoyulması, hansı şəkildə namaz qılınması, bu müsəlmanları qardaşlıqdan çıxarmır. Bunu bir dəfəmlik. Amma o fərqlər özü əksinə gözəllikdir. Yəni, hər bir milli fərqlər özü, mədəniyyət fərqləri. Azərbaycanda müxtəlif mədəniyyətlərə sahib olan xalqlar yaşayır, etnik azlıqlar yaşayır. Milli, dini mənsubiyyəti fərqli olan insanlar, yəni fərqli məzhəb ardıcılar yaşayır. Bu bir ailə kimi bunun yaşaması və bu rəngarəngliyin içində həmin o dözümlüyün olması çox təqdirə layiq alır. Təşəkkür edirəm, minnətdaram. Mənim də istədiyim odur ki, biz savaş görmüşük, biz şəhid görmüşük. Mənim də istədiyim odur ki, bu sevgili vətənimizin, dövlətimizin, bayrağımızın varlığı üçün məmləkətimizə sən hansı cəmaatdansan anlayışını gətirənlərə Ramazanda da fürsət vermək. Bax, mənim istədiyim çağırışım budur milyonlara. Buyurun, xanım redaktor. Çox sağ olun. Sevinç xanım telefon xəttindədir. Eşidək sualını. Buyurun, eşidirik sizi. Axşamınız xeyir. Axşamınız xeyir, Sevinç xanım. Bilmək istəyirdim ki, Ramazan ayında hansı ayələri və surələri oxumaq lazımdır? Təşəkkür edirəm, buyurun. Ramazan ayında ümumiyyətlə Quran oxumaq bəyənilən əməllərdəndir. Quran ayıdır onsuz da. Quran ayıdır. Yəni biz Quranı oxuyaq, başlayaq. Quranın əvvəlindən mən belə tövsiyə edərdim. Düşünərək, aramla, ayın sonuna qədər bəzi insanlar bir Quranı tam xətm edə bilir. Gün ərzində bir cüz oxuyur Quran və 30 cüz Quranı bir aya xətm edir. Bəzi insanlar var, tamamlamaq yəni. Bəzi insanlar var, hətta çox da oxuyur, amma bizdə öz tutumumuz qədər hər bir insan, yəni bəzən yüklənmək də olmaz. Hərdən
bir gün, 2 gün çox oxuyur, sonra gücdən düşür və heç bir aya oxumağa halı qalmır. Yəni biz özümüzü nəzərə almalıyıq ki, nə qədər tutumumuz var, halımız var. Hər bir insanın özünün necə yemək norması var, mənəvi qidalar da elədir. Yəni Qurani-Kərimi bir adam 5 vərəq oxuyur, yorulur, bir adam bir cüz oxuyur, yorulur. Hər bir şey insanı yora bilər. Çalışmalıyıq ki, ibadət bizi yormasın. O hətta gündə biz Quran ayələrindən Çox doğru söylədiniz. Allah sizdən razı olsun. Həm də bu işin dəyərdən bilirsiniz, söylürsünüz. Adi, mən şərqşünasam. Təbii ki, mən orta məktəbədə 1-ci sinifə getməmişdən öncə Qurani-Kərim oxuyub çıxmışam, bilirsiniz. Birdən baxıram ki, bir ayəni oxuduqda ruhumla tələbatımda bir gərginlik hiss etdikdə mən dayanıram. Çünki o irfani aləmə sirayət etməyəcəksə, məncə onun təminatını da o qədər ala bilməyəcəyik. Siz çox doğru söylədiniz, bax ona görə dedim. Allah sizdən razı olsun. Xanım redaktor. Çox sağ olun. Tamaşaçımız yazır ki, Allah bütün oruç tutanların orucunu qəbul etsin. Oruç tuta bilmirəm. Hansı xeyirxah əməl edim ki, orucu əvəz etsin? Azad İbrahimov soruşur. Allah razı olsun. Buyurun aşağı. Orucu üzürsüz səbəbdən pozan insan 60 gün kəffarə orucu tutur və 60 ehtiyaclı insanı doyurur. 60 ehtiyaclı insana ən minimum bir çörək, 1 kiloqram buğda miqdarında yardım edir. Üzürlü səbəbdən pozursa insan heç bir əməl etmək vacib deyil, çünki üzürlüdür. Orucun əvəzində qəzalarını tutur. Amma daha yaxşı olar ki, tutmadığı günlərin əvəzində yenə də imkanı çatan qədər ehtiyaclı insanlara yardım eləsin. Qonşuda, qohumda, dostda, tanışda olan ehtiyaclı insanlara maddi dəstək göstərsin, onların ehtiyaclarını qarşılasın. Yəni, əgər üzürlü səbəbdən də pozubsa, günə müəyyən məbləğdə bir insanı doyuracaq qədər, belə deyək, təmin etsə çox yaxşı. Amma bu əlbəttə vacib deyil. Mən çox istəyirəm ki, siz buradan bir çağırış edəsiniz. Çünki siz inanılmış, nüfuzlu bir adamsınız. Yəni, mənəvi dəyərlərlə də silahlanmış bir ilahiyatçısınız. Dünən də mən buradan çağırış etdim ki, Ramazanda daha çox zəngin adamlar, iş adamları bu fürsəti öz mal və mülkləri ilə dəyərləndirərək uca Allahdan mallarının bərəkətini artırsınlar. Məsələn, biz ovqatı misal çəkdik ki, ovqat hər gün artıq sistemli şəkildə birbaşa bu məsələlərin içərisindədir. Mən istəyərdim ki, bu nümunədən siz də bir çoxlu sayda məmləkətimizdə iş adamları var, zənginlər var. İstəyərdim ki, onlara bir çağırış edəsiniz ki, düzdür, dövlətimiz himayə edir, şəhid ailələri, qazilər və yaxud imkansız ailələr. Ən azı bu Ramazanda nə gözəl olar ki, tanımadığı bir qapını öyrənir ki, burada bir şəhid ailəsi yaşayır. Mən iftarımı səninlə açmağa gəldim. Mən sənə borçluyam deməyə gəldim. Nə gözəl olar. Xanımı ilə, övladları ilə, qız və oğulları ilə iftarı bir şəhid ailəsi ilə açsınlar. Bir qazi ailəsi ilə açsınlar. Və yaxud da ki, bir vətən sevdalısı olan, amma imkanı olmayan, sahura xurması olmayan adama biz xurma ilə şamın, iftarın da hazırlanmış azuqələri ilə yanınıza gəldik dedik. Ne gözəl olar. Buyurun. Bunun elə həm maddi faydası var. Çünki insanlar var ki, onlar üçün çətindir oruç tutmaq və onlara yardıma ehtiyacları var. Və iftar süfrələrdə aça bilmirlər evlərində tam. Yəni bu bəzi bir qrup insanlar... Sosial bir yardımlaşma aksiyasına çevirə bilərik. 20 gün vaxtımız var. Bəli, eyni zamanda da təkcə maddi tərəfi deyil, həmin sizin qeyd etdiyiniz. Mənəvi tərəf. Həmin o mənəvi tərəf, onunla dərdləşmək, paylaşmaq, hətta tutaq ki, şəhid ailəsi də ehtiyacı olmaya da bilər, şəhid ailəsi. Bəli, əlbəttə. Amma biz o şəhid ailəsi ilə bircə iftar süfrəsində oturmaq. Şərəfdir bizə. Yəni bizə şərəfdir. Yəni iftar süfrələri insanların bir araya gəlməsi, bir-birinə yardım etməsi, iftara dəvət eləmək özü bir, necə deyim sizə, bir paylaşmaq, xeyriyyəçilik əhval-ruhiyyəsini yaradır cəmiyyətdə. Eyni zamanda da tək yemək ümumiyyətlə dinimiz bəyənmir, tək səfərə çıxmağı bəyənmir. Bizim dinimiz ictimai dindir. Tək yeyən insanlar Allahın rəhmətindən məhrum olarlar. Ona görə də süfrə ətrafında insanlar toplaşırsa, bir araya gəlirsə, xüsusilə dəyərli insanlar, vətənə, dövlətə xidmət etmiş, qurban vermiş insanlar, ürəyinə övlad dağı çəkilmiş şəhid anaları, ataları, biz bunlarla bir araya gəlsək, doğrudan da orucluğun mahiyyətinə uyğundur. Ona görə də imkanı olan insanlar anlamalıdır ki, bu var, dövlət insan özü ilə
bu dünyadan aparmayacaq Allah təbii razı ki. olsun. İnsana qalacaq o var dövlətdən əldə etdiyi savablardır və insan heç zamanda xərcləməklə düz yerdə, haqq yolunda, Allah yolunda xərcləməklə mal, sərvət azalmır. Əksinə artır. Bərəkətlənir. Qeyd etdiyiniz kimi o ağacları bəzən budamaq olur. Buduyuruq ki, o ağaclar böyüsün, daha da inkişaf eləsin. Bəzən malımızdan da verdikcə sanki o ağacı budamaq kimidir. Daha sağlam inkişafına xidmət edirik. Zəkat bu anlamdadır. Zəkat təmizlənmədir. Malın təmizlənməsi, insanın qəlbinin. Zəkat sözü təzkiyə sözü ilə eyni kökdədir. Fikir verirsə, deməli, burada söhbət təmizlənmədən gedir. Ona görə də kimsə zənn edirsə ki, Allah yolunda xərcləməklə kasıb olacaq, yoxsul olacaq, fəqir olacaq, yanılır. Yəni, bu əksinə ruzunun artmasına həm dünya, həm axirət saadətinə xidmət etmiş olur.